Kızın soyuğa verme. Ok var mı? Ok. Güzel. Ay Tuncay ya bırak. Aynen sen Mustafa. Tanıdın mı? Yani biraz ben tanıyorum kırdık oldu olan. Şəhərdən vadiyə 5-6 narbat çəkirəm. Gel bak. Gökten kavgası yok. Bayağı baxım mən. Bu səsini aldım. Ahmak mı? Kəsdim. Qurtardım. Kanser tutardı sonra. Raşamadı. Kulaklar məsələn, kulak məsələləri. Çox məzun. Kadın kız diye var mı? Ha, kadın kız bugün o Masterchef vermişler. En yaxşı demek kulinariya şefleri kişilerdir. Əflatun müəllim məclisimizin şah zirvəsində ağsaqqal olduğunu bir daha sübut elədim. Can sağlığı arz edirəm. Yaxşı olasın. Deyirəm məclisimizin bu biri hissəsinə açılış eləyək, başlayaq. Mən bir daha hər bir kəsi salamlayıram. Bugünkü günümüzdə, bugünkü məclisimizdə, süfrəmizdə hər cür nazı-nemət var. Yerin için nuş olsun hər birinizə. Bütün imkanlardan Şakir qardaşım maksimum yüksək səviyyədə ifadə eləyibdir. Nə var ki, bizlərin hər birinin könüllü burada şad geçsin. Mən bir daha can sağlığı arz edirəm. Bugünkü günün səbəbkarı olaraq yenə dəyərli Şakir müəllimi və onun ətrafına yığılan burada iştirak edən bütün hər birinizə can sağlığı arz edirəm. Ulu Tanrıdan, böyük yaradandan arz eləyərdim ki, Şakir müəllim gələcəkdə də nə qədər arzuları var, bütün arzularına uğurla başa vura bilsin və gələcək nəsillərə bax bu yazıb yaratdığı əsərləri, kitabları çatdıra bilsin ki, Arçut kəndi həmişə tarixdə yaşaya bilsin, Arçut kəndini hər birimiz sevə bilək. Bizim gözəl xalq şairimiz, xalq yazıcımız Aqil Abbasın xatirələrindən bir misrası yadıma düşür, bir neçə kəlməsi yadıma düşür. Aqil Abbas yazır ki, mən 1996-cı ildə məclisimizdən uzaq anam dünyasını dəyişəndə deyir, bütün qohumlar, yaxınlar, sevənlər hamı yığılmışdı dəfn mərasimindən. Orada molla cənazəni yerdən qaldıranda deyir, atam qabağına durdu, dizi üstə çöktü. Dedi ki, səndən xahiş edirəm, bir dəqiqə icazə ver, mənim deyəcəyim var. Və deyir, cənazəyə sarılıb, deyir, cənazəni öpdü, qucaqladı, deyir. Və mən orada gördüm ki, deyir, nə qədər təcrübəm olsa da, yazıcı kimi, şair kimi təcrübəm də olsa, mən onda gördüm ki, onun bir ağsaqqal nurani atanın öz sevgisini necə etiraf elədiyinin şahidi oldum. Bütün işlərə sevgi ilə yanaşanda, bütün işlərə məhəbbətlə yanaşanda, ora ürək qoyanda o daha gözəl olur. Bugün hesab edirəm ki, Şakir qardaşım bugünkü işə böyük ürək qoyubdur, böyük sevgi burada xərcləyibdir. Mən can sağlığı arz edirəm, istərdik ki, bunun davamı olsun və Arçut kəndinin burada ziyalı insanları iştirak edir. Və o cümlədən bizim ziyalılar sırasında bu gözəl işləri bəyənən, xeyir duasını indi özü burada olmasa da çatdıran Şükür doktorunda qulağı cingildəsin. Dəyərli qardaşımız da mən o ilk təbrikləri o dəfə ilə mən WhatsApp qrupunda da gördüm ki, ilk göndərən sırasında Sayat müəllim idi. Ondan sonra Şükür doktoruydu. Bunlar kimi gözəl insanlar var ki, bugünkü günə sevinirlər. Yaşa, borcumuzdur. Mən onların da hər birinə can sağlığı arzu edirəm. Dağlar bizsiz qəribsəmə. Üzü Arçuda tərəf xatirələrlə də olsa gedək deyirəm. Biraz Arçuda tərəf gedək. Buradakı insanlar hamısı Arçut yetirmələridir. Biz Arçutla da fəxr eləməliyik ki, Arçut belə gözəl övladlar bəxş edibdir. Belə gözəl ziyalılar, alimlər yetiribdir. Dağlar bizsiz qəribsəmə, qismət olsa görüşərik.
Çünki mən bunu nəyə əsaslanıb deyirəm Əflatun müəllim? Bayaq gələndə İsa polkovnik mənə yolda da dedi ki, prezidentimizin də dedi belə bir fərmanı, belə sözü olub ki, qayıdış olacaqdır. Bəlkə də 5 il bundan qabaq heç biz Qarabağın da alınacağına inanmırdıq, amma bunlar da gerçək oldu. İndi ola bilsin biz Arçuda da qayıda bildik, gedib ziyarət eləyə bildik. Ona görə yazıram ki, dağlar bizsiz qəribsəmə qismət olsa görüşərik. Sinən üstə buz bulaqlar, dodaq dəyməz heyif demə. 40 bulaqdan, sırxanadan zirvələrə ötüşərdik, cığırları kolço sörsə, qədəmlərə heyif demə. Yaşıl otlar çıxsa düzə xəbər göndər, ay Araz yurdum bizə. Yovşanından, yarpızından köynək biçdir ömrümüzə. Gicirtqandan, cıncılımdan aya məlhəm dilə dərdimizə. Xəyallarla yaşar olsan xatirəyə heyif demə. Yaylaq bizim yaylaqlardır. Oylaq bizim oylaqlar. Süfrələrin can dərmanı, pendir, motal, qaymaqlar. Araz yurdu, dan adamı bizim əziz torpaqlar. Gavırlara deyirəm, örüşlərə göz qulaq ol, sürülərə heyif demə. Salam olsun todarma, ətəyinə, qollarına, uzun günöy, sarı sumun, çələvimin yollarına. Sıldırımlı qayasına, meşəsinə, kollarına, yoncasına, buğdasına, çovdarına heyif demə. İstəmirəm bir gecəlik bu nəşəli yuxunu mən. Görməmişəm İbrahimi ilhamına bədbin ötən. O torpağın övladı sizsiniz. Hər şey gəlib gedər, təsadüfdir, heyif demə. Mən can sağlığı arzu edirəm, var olasınız, hər birinizə uzun ömür, 100 il ömür arzu edirəm. Sağ olun. Sağ ol qardaş, sağ ol. Və istərdim ki, belə sözün bu məqamında bizim dəyərli burada insanlarımız var, bir-bir sağlıqlara qoşulsunlar və öz fikirlərini, öz təbriklərini bir daha bax bu gözəl məclisimizdə də çatdırsınlar. Elə Məcid müəllimlə başlayacaq. Hara dönsək bizim üçün qiblə Arçuddur. Hara dönsək o yurt bizə əzizdir. Və siz də o yurdun mən də qarşı olmaqla və bugünkü gün ruhlarını yad elədiklərimiz də o kəndin yetirmələridir. Mən inanıram ki, Əflatun, atan Məsin müəllimin ruhu bu saat buralarda dolanır. Vallahi elə başının üstündə deyir, bir səni. Qorxuram birdən şapalaq gələr. Oğlak yok, zarafatından kaldı. Rəhmətli eləydi. O Yerdən gəldi, həm davamçısı oldu, həm də fiskə müəllim. Məsələ də şərik oldu. Gördüm müəllim. O müəllim xoşbəxtdir ki, özünə oxşarı yetişdirə bilir. O şagird xoşbəxtdir ki, hər hansı müəllimini təlqin eləyə bilir. Allah. Bu, böyük sevgidən əmələ gəlir, böyük insanlıqdan əmələ gəlir. Mən hər birinizə gözəl iştah, can sağlığı, Ona şübhə olmasın, burada bax, boru kimi oxtuyur. bilirsiniz nətərdir? Deyir ki, niyyətin haradırsa, mənzilin də oradır. Bizim niyyətimiz ulu keçmişimizi xatırlamaq idi. Ulu adamlarımızın ruhlarını xatırlamaq idi. Biz bunu eləməklə nəyi eləmiş oluruq? Özümüz üçün cığır qoyuruq ki, bax, bizdən sonra da bizi də yad eləyin. Qoy Allah Teala bütün Artut cəmaatını, gəncini, uşağını, qadınını, kişisini, hər birinin ailəsində xoşbəxtlik olsun. Hər birinin ailəsinə bugünkü günün sevincindən pay düşsün. Amin. Sağ ol müəllim, çox gözəl. Yeyib içdikləriniz nuş olsun. Sağ ol müəllim, sağ ol. Gözəl arzulanma. Şakir, sən də ki, nə deyim? Durmayalım. Yox, ayağa durmaq yoxdur. Daha bugün döymək yoxdur. Dərsi bilirsən. Bu elə bir hadisədir ki, adamları bir-birinə birləşdirir. Nə qədər çox olsa, o qədər
üzr istəyirəm o sözə görə, söz biraz başqa cür səslənir. O qədər qananlarımızın sayı çoxalır. İrəli gedənlərin sayı çoxalır. Qoy Allah o yolda bizə uğur versin. Sağ olun. Çörəkçə bir artıq. Gələcəyi də sən, bu işləri sən yapıyorsun. Bunların bu yaxınlarda dağlar olur. 2 kitab bağımlılığım aldı. Əgər şair yazmışsa baxacaq. Hansı kənd başı onun şairi olmuş deməli, yazarı olmuş. Gün o gün olsun, Ardıç kendi bir yerde kurulsun, sen de orada kent kudu olasan. Orada o kendin önde gidenlerinden biri olasan. Bəli. Allah qəhrəmanı, cənab prezidentimiz tam bu məsələləri qutarsın. Kənd olar, yəni nə bilim, nə istəsələr qoya bilər. Alim profesör kardeşimiz Neşan da orada derdim ki laf kabakta lokomotiv olsun. Onun bir yazısı var. Bugün nə qədər istəsə də səbəbkarı hər zaman yada salmaq lazımdır. Onda deyirəm, südün badələri dostlar, kənd elimizin sağlığı, oğlamızın sağlığı. Yaşa Hamid bəy, yaşa. Nə məqsədə gəlmişiksə bu süfrəyə, kənd məqsədimizin öz sağlığına. Gələn qonaqlara edək hörməti, deyək şirin sözü, şirin söhbəti. İçək bu məclisə çəkər əziyyəti, şirin, düşürüb gətirənlərin sağlığına. Yaşa. Gəlin yada salaq qohum qardaşım. Sağ solda əyləşən yaxın yoldaşı, məclislər bəzəyir, məclislər şahı, çək bugünkü məclisin səbəbkarı bizim qardaşımız Şakir müəllimin sağlığına. Şakir müəllim, sağ ol, var olasan. Sənin haqqında deyilən bu boş sözlər hələ az. Hələ çox demək olar. Çünki siz ona layiqsiniz. Siz yaşamağınızın mahiyyətini dərk edən anda hər zaman öz çörəyinizin fəhləsi olmuşsunuz. İnsanlarla insan dilində danışırsınız. Xeyirxah olmuşsunuz. Diliniz boş kəlamlarla açılır. Heç kəsin şəxsinə qarışmamışsınız. Dedikodu edib kimisə arxasınca danışmamışsınız. Körü sındırmamışsınız. Haqqın, ədalətin yanında olmuşsunuz. Təsdiqi çörəyin həmşə hörmətlə yanamışsınız. Böyük kiçik yeri bilirsiniz. Elimizin, obamızın xeyircə şərindən yaxşılıqlar iştirak eləmiş. Zəhmətkeş atanın etibarını qorunmuş. Üzümüz ağ olsun. Sizə can sağlığı arzu edirəm, uzun ömür arzu edirəm. O həyat yoldaşı ilə bir yerdə qalan ömrünüzü xoşbəxt və firavan yaşayasınız. Balalarınızın varlı dərəsiniz. Allah o balaları sizə gözü dolusu bilsin. Heç vaxt heç kimin yanında neyini deyərsiniz. Və sonda arzum... Sakit ola. Yerin, göyün sahibi ləyaqətimizi əlimizdən almasın. İnsanlarla qardaş olaq, dost olaq, sədaqətimizi əlimizdən almasın. Yaxşılardan qüvvət alaq, güc alaq, ucalanda təmiz adla ucalaq, qocalsaq da kişi kimi qocalaq, cəsarəti ulu tağır əlimizdən almasın. Qəlbimizdə dərd ağacı əhməsin, əlimizi ətəyindən üzməsin, aramızdan hicran yeli əsməsin, sevənlərimiz inciməsin, küsməsin, aramızda olan o ülvi məhəbbəti ulu Tanrı əlimizdən almasın. Hər birinizə bol-bol sevgi, məhəbbət arzu edirəm. Bu süfrədən evinizə gözü dolusu sevgi ilə gedəsiniz. Sağ olun, var olun, sağlıq olsun. Sağ olun, sağ olun. Hər birinizə can sağlıq. Həmid müəllim, siz gözəl şeir dediniz, mənə biraz da daha da elə bir ki, həvəsləndirdiniz, belə desək mümkündür. Bir neçə adam mənə sual verirdi ki, mən də şeir yaza bilərəm. İstəyirəm, qoy onda qoy bunu içməmişəm, deyənə qədər mən bunu içəcəm. Hə. Dedim, mən qələm götürüb şeir yazmazdım. Bu bəxti talehi yazan dedi yaz. Mən də ona görə yazdım, elə belə yazmadım. Yoxsa mənim deyirsən? Bu bəxtlə, talihlə, ay Şakir müəllim, bəlkə də heç barışmazdım. Aldadıb başımı yozan dedi yaz. Mən də ona görə yazdım. Qoymadım başımı evdə balınca. Balınç bilirsiniz də, burada yastığa deyirlər, baş altına qoyulan. Qoymadım başımı evdə balınca. Qaçmadım mal, pul, dövlət, varın dalınca. Mən belə yaşadım, bax qocalınca.
Qorqud tək babam var, Ozan dedi yaz. Mən də ona görə yazdım. Dayandım puskuda, durdum keşikdə. Zəhmətə qatlandım evdə, eşikdə. İnsanlıq dərsimi aldım beşikdə. O əhdi ilqarı pozan dedi yaz. Mən də ona görə yazdım. Doğru seçə bildim ağı qaradan. Hər şeyə agahdır bizi yaradan. İslam hümmətidir dinim, imanım, müqəddəs kitabdır mənim Quranım. Mənə Quran dedi yaz, azan dedi yaz. Mən də ona görə yazdım. Mən hər birinizə can sağlığı arz edirəm. Şair təbiətdir, o qəlbi elə bil ki, o könlündə şeirə maraq olan insanlar biraz da duygusal olurlar, biraz da kövrək olurlar. Ona görə də mən hər birinizə can sağlığı arz edirəm. İstərdim ki, elə bir vətənimizi, elimizi, elimizin fəxri oğlanlarını, gözəl insanlarını da o yazılarda kimin əlindən nə gəlirsə orada işıqlandırmalıdır, orada onu biraz da ruh verməlidir, yaşatmalıyıq. Bir daha can sağlığı arz edirəm, dediyin sağlıqda var olsun. Gözəl şairimiz, məhrum şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki, elə bir zaman gələ bilər ki, İnsan yaşayar, insanlıq ölər. Mən ondan qorxuram. Allah o günündən saxlasın bizi, burada əyləşənləri, elimizi, xalqımızı, dəyərli dostlar. Bir həsrət qəlbimə ay Sayat müəllim, qənim kəsilib, salıbca ağza dillərə məni. Yaşa, yaşa. Xəyalım duyğumu müqəssir bilib, batırıb dizə zəngillərə məni. Kədərim atlıdır, sevinç piyada, dərdim o qədər ki, həddən ziyada. Bir xoş gün görmədim mən bu dünyada, o məhşur edib dillərə məni. O tərəf, burada var. Söykəndim ağaca, kölgəsi sərin. Getmişdim fikrə mən biraz dərin. Bilmədim qədrini o atüstdəki günlərin. O verdi küləyə yerlərə məni. Zər atdım, bəxtimə düşmədi qoşa. Keçirdim ömrümü hədərə, boşa. Bütün arzularım toxundu daşa. Qəmsazda köklədi tellərə məni. Mən hər birinizə bir daha can sağlığı arz edirəm. Bugünkü günümüzdə çox hörmətli, çox dəyərli Sayat müəllim burada iştirak edir. Mən istərdim ki, bizim dəyərli ziyalımız, özdə Sayat müəllim, Əflatun müəllim, dəyərli müəllimlərimizin hamısına böyük məhəbbətimiz, sevgimiz, istəyimiz var. Fərqli bir müəllim odur ki, bizim hamımızla həm dost olub, həm müəllim olubdur. Məktəbdə, sinifdə müəllim olub, sonra çıxanda hər birimizin dostumuzdur. Yəni o cür dəyərli insan. Və Allah onun nəvələrinə də xeyir işlər qismət eləsin. Mən Sayat müəllimin övladının toyunun da aparıcısı mən olmuşam. Yəni o qədər belə dəyərli insandır. Üçünün də. Mən Sayat müəllimə can sağlığı arzu edirəm. Sayat müəllim bizim kəndin tarixini yaşatmaq üçün xeyli işlər görür. Bugün də bizim çox dəyərli Şakir müəllimin düz yanında oturub özü də. Mən can sağlığı arzu edirəm. İstərdim ki, bayaq orada dediyimizdən başqa eləmə o məclisimizdə də bir Sayat müəllimin xoş məramlı sözlərindən bir dinləyək, eşidək. Ölürəm, nuş olsun deyirəm, iştahlı olasız deyirəm. Həmişə biz qardaşları, biz eliləri görüşdürəndə ilahi qüvvədən arzum odur ki, bax belə sürfələrdə, belənçi toplantılarda biz bir-birimizi görək, bir-birimizə alqışlayaq, bir-birimizin tarixini, səhifələrini vərəqləyək. Bugün bizim tarix kitabının səhifələrindən ən önəmlisidir. Bugün ona görə mənim üçün ən möhtəşəm günlərdən, yadda qalan günlərdən birisidir ki, yaz qadan alım deyir, yaz. Yazan əllərin var olsun. Sən yazan əllərsən, qardaş. O kitab Arçud elinin böyüyündən, kiçiyindən və gələcək nəsili üçün örnəkdir. Siz elə bir iz buraxdınız ki, bu örnək iz həmişə tarixdə yaşayacaqdır. O, indi yəqin ki, mən bilirəm ki, ehtiyac yoxdur bu sözü sizə demək, internetdə də xüsusi olaraq yerləşdiriləcək. Bunu bütün dünya vərəqləyəcək. Dünya biləcək ki,
Pəmbək mahalının Arçut kəndi var. Arçut kəndinin belə igidləri olub, belə qəhrəmanları olub, belə ziyalıları olub, belə alimləri olub, belə vətəndaşları olub. Mən hər birinizə fəxri vətəndaşlar deyirəm. Bu günləri siz fəxri vətəndaşlarsınız ki, bizimlə birgə toplaşmışıq burada, badələr qaldırırıq. Hər bir insan öz ürəyindən keçən sözləri deyir. Söz o qədər güclüdür ki, el gücü, sel gücü. Amma bunun hamısından da güclü sözdür. Fikir verin. Söz endirə də bilər, söz heç eləyə də bilər. Böyük yazarımız Nizaminin gözəl sözü var. Sözündə su kimi lətafəti var. Hər sözü az demək daha xoş olar. Birinci saflığı varsa da suda, çox içərsən dərd verər o da. Biz bu günləri çox gözəl sözlər dedik. Ona layiqsiniz qardaş. Qaldı bizim çox hörmətli ziyalılarımız deyim, hərbi rütbəlilər. Mən özüm də hərbiçi atasıyam. Bununla qürur duyuram ki, mən də hərbiçi atasıyam. Mən qürur duyuram ki, mənim şagirdlərim dünyanın hər yerində var. Həm özümü yaşadıram, həm onlar yaşayır, həm onlar məni yaşadırlar. Buradakı əksəriyyəti Səyad müəllimin yetirmələridir. Mən burada Arçut kənd orta məktəbinin adından, Məsim müəllimin ruhu naminə, Allah o bizim qardaşımıza uzun ömür, can sağlığı versin. Onun ən nümunəvi şagirdləri oturub, polkovniklər, generallar var. Məsim müəllimin əməyini, bizim məhrum Əliyev Məhəmmədin ruhu şad olsun. Rəşid müəllimin ruhu şad olsun. Müəllim kollektivinə konkret, bəli, o mənim əmim, Cəmi müəllimlərimizə, vəkil müəllim, bəli, çoxdur, çox sayı sambalı. Mən indi dayılarımın heç adlarını çəkə bilmirəm, deyəcəksiniz o dəqiqə dayılarını da dedi, yox demirəm. Qiyas müəllimizə, Allah rəhmət eləsin, İsrafil müəllimə, can sağlığı, Hacı müəllimə, can sağlığı. Qiyas müəllim. Bəli, Qiyas müəllimi sadaladım. Mehmet müəllimi. Bəli. Səhəmət kimi biz axşama kimi Bu burada bildi olalım. hardan dediyini. Amma sağ ol, olsun. Qoy olsun, sülh olsun. O bilir nə deyirəm, mən də bildim nə deyirəm. Məcid müəllim bizim kalifeylərdəndir. Deyirəm ki, ətraf o bayaq Məsim müəllimin sözündə dedik. O Azrailin dronu səndən çox uzaqda olsun qardaş. O dron sənə yaxınlaşmasın. Sən bizə çox vacib adamsan. Bu qədər ensiklopediyanı toplayanlardan biri də sənsən. Hamid Kirvə sağ ol. Sən qəhrəman kişinin qəhrəman evladısan. Var olasan. Alqışlayıram. Sağ ol, çox sağ ol. Mənim müəllimim Əhməd müəllimin doğru nurla da olsun, yeri cənnət olsun. Adlarını çəkə bilmədiklərimdən hamısından üzr istəyirəm. Bunlar da səni bağışlasın. Allah bağışlasın. Bəli, çox gözəl sözdür. O replikalar yerindədir. Onu qəbul edən də sağ olsun, etməyən də sağ olsun. O deməlidir. Oğul yoxşuyar. O deməlidir. İndi görüm hələ yadına salacaqmı? Məsim müəllimin bir gözəl sözü var idi. Kalanında durup sana bakmak. Ya, Sence bunlar o deyəcək, mütləq. Deməsək heç bilirəm. Mesela Mikhail Müşfiqi deyir, Aha. anası çocuğa dayə gərəkdir. Allah haqqı tam ürəyimi oxudu. Xahiş edirəm, onu qeyd alın. Xahiş edirəm, qeyd edirəm. Anası çocuğa dayə gərəkdir, şairə ilhamdan maya gərəkdir. Hər yerindən qalxan şairəm deyir, insan içində aya gərəkdir. Aya gərəkdir. Mən bax bu sözü... Şairlərimizə aid olmaz. O bizlik deyil, o aydındır. Şair demir, biz şairlərin sözünü xatırlayırıq. Çox sağ olun. Nə gözəl. Həqiqi mənada o kişi bugün özünü o qədər yaşatdı ki, elə irs qoyub gedib ki, Əflatun müəllim kimi o necə deyərlər, parlaq gələcək qoyub. Ocağın şen olsun qardaş. Var olasan, təşəkkürlər. Belə oğulların, beləncə kişilərin evində sürfəsi bizim üçün çox xoş oldu. Xoşdur. Qazancın qardaş, həmişə belə sürfüyə getsin.
Belə gözəl insanlar üçün olsun. Var olasınız. Can sağlığı dünyamıza su. Qardaş, Ocaq bizə qulluq eləməlidir, borcu var. Kök buradır. Sən də borcağı kürəkəlisən. Heç onu demirsən. o da olsun. Qoy olsun, 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 sülh olsun, olsun, olsun. Məclisimizə girdi. Aşıq məclisə giribsə deməli burada hər şey gözəlliyə tərəf gedir. Mən hər birinizə də can sağlığı arz edirəm. Bugünkü gecəmizdə, bugünkü günümüzdə Şakir bəyin dəyərli kitabının açılışı günündə Habil, Aşıq Habil buradadır. Arçudun Fəxri oğlu, Aşıq Aydın yadigarı, Aşıq Habil, Aşıq Lətif buradadır. Göyçə mahalının Fəxri oğlu, bizim dəyərli qardaşımız. Hər ikisinin barmaqları var olsun. Sazda gərək elə bir şey eləyəsiniz ki, qeyri-adi olsun burada başqa cür abu-havalar yaradar. Və bu gün çəkilişimizi aparan İlyas qardaşımızı da mən can sağlığı arzu edirəm, var olsun. Bir daha deyirəm, elə bir havanla gəl, elə bir havanla dağlara tərəf gedək. Gedək. İcazə vermə, məclisə girişat verək ondan sonra. Hə, buyur, buyur. Abi sən Bir daha hamınızı xoş gördük deyirik. Bir daha hamınızı xoş gördük deyirik. Həmişə yüzünüz gülsün, həmişə belə sizi istəyənlər, əzizlərimiz, sizi istəyənlər sizlə olsun. Şakir müəllim bir daha təbrik edirik, Əflatun müəllim qazanalım. Bu elə haşiyə çıxmışkən dünənlərdə, sahənlərdə ad günü olubdu. Qoy təbrik edirəm bir daha bu böyük sürədə həmişə yenə də deyirəm, siz istəyənlər ətrafınızda olsun. Bunu arzu ən çox böyük mən təsəvvür edirəm ki, ən xoş arzulardan biridir. Lətif qardaşdakı bizim mənim aşıq yoldaşım da aşıq dili yüyrəyi olar. Nə deyirsiniz, hamısı siz deyirsiniz. Bayaq dedim ki, sizdən sonra biz nə deyək? Aşıq Lətif də ki, bizim gözəl qardaşımızdır, atamın şəhidlərindəndir. Gözəl insandır, gözəl qardaşdır. Elə bir yerdə sizi deyib gəlmişik. Allah da yenə də deyirəm, süfrənizi bol eləsin, Allah canınızı sağ eləsin, bu ocağın sağlığı olsun. Sizlər də var olun ki, gəlirsiniz, dinləyirsiniz, xoş dinləmələrdə. Sağ ol, var ol. Sağ olun. Habil qala, çox sağ ol, təşəkkür edirəm. Bir daha bu gözəl dağlar başında, dağlar qoynunda hər birinizi xoş gördük. Ulu dünyamızın, ulu türkümüzün salamları var hamımıza. Harada saz var, orada türk var. Harada türk var, orada saz var. Allah sizi var, torpaq əkənindir, dəri də çəkənindir. Ona görə də xahiş edirəm, bir-birimizi dinləyək, yavaşcana. Məclisin başı əq olmaz, insan oturanda. Amma aşıq məclisə girdisə, məclisin başı divanı deyər Müxəmməd. Ona böyük nəzərdən icazə verin. Bir-iki nəsiyyətnamə divanı deyək, təzim üstündən də açılış edəyək. Allah sizi var eləsin. Sağ ol. O türk sözünü Dədə babadan bizə yadigar qalan Dədə Ələsgər dünyaya 124 bin peyğəmbər gəldi. Əsməli Məhəmməd peyğəmbər olan kimi 124 bin aşıq gəldi. Əsməli Haqq Aşıq Ələsgər olduğundan da Bittaq Aşıq oldu. Biz sadəcə bir kitab, bir yadigar, bir aşıqlər. Aşıqlıq Ələsgərlə bitdi. Biz onun davamçıları çalışırıq ki, bax, indi bu yazdığımız ki, köşə yazarlar, yazırsınız ki, tarixdə qala. Bax, biz də elə o köşə yazarlardan biriyik ki, yaddaşa salaq gözümüzə qaydaq. Allah razı olsun. Çox sağ ol, qardaş. Ol Xudadan Mustafa'ya gəldi ayət dalbadal. Ay ilə günəş gəldi şeyləri bu dünyaya dalbadal. Eşq havası, el möhnəti, padişahın sistemi bir sərmi gündə salar min belaya dalmadan. Sirlər haqqın yanındadır, kim kimin dərdini bilir. Bəy nökərlə bəhsə düşüb, həzv edib tənə qılır. Məhəmmədin hümbətinə gündə 5 yol xərç gəlir, ey Xudaya. Kim tap etsin bu cəfaya dalır? Ələsgərəm öz dərdimdən düşməmişəm bu bəsə. Elim pis gününü görüb, ah, çəkdim, batdım yasa. Ərzələr əqqaz qarsa, şahdan imdad olmasa, fənadan köçmək lazımdır, olur baya dalbada. Ustad görünə rəhmət. Atalar üç deyib, dedin bir oldu, sözün bir oldu, birində deyik olsun, düşmənlərin türk olsun, amin. Amin. Ələsgərdən bəli dedim, əzəb xoş haldır yüküm. 5 gözəlin aşıqiyəm, vəhsbi cəmaldır yüküm. Həm dərindir, həm dayazdır, həm azıdır, həm şirin, zəhmətdə zəhri hər ayıl, ləzzətdə baldır yüküm.
Lütfəsindən əyri olan tez bildirən isbatın, hər ağac kökündə bitər, hər meyvə bəslər zatın, hər cayı hədyana sayar, naşı bilməz qiymətin. Əsr ürfan məclisində gövhər misal dönür. Gəl müşahara aşk eləs gəlsin Şah Heydara. Onun damənindən tutan məhşərdə yanmaz nara. Pirim mənə rüsxat verdi. Bugün çıxdım bazara. Asxır deyilə. Sərraqsansa asxır deyilə. Gör necə aldır yük. Görünə rəhmət eləskər baba. Dedin iki oldu. Birində denənis olsun. Hamamın desin. Düşmanlarımız püs olsun. Amin. Ələstüdən bəri deyən arvah-ı aləmdə insan dünyaya gəlməmiş 1 milyon il qabaq onun ruhu gəlir. Arvaha göyün 7-ci qatında arvaha aləmdə onun ruh tərbiyələnir. Ruhsuz tərbiyələr deyil, tərbiyəli ruhlarda. O tərbiyəli ruhlar onu tərbiyələndirmək üçün onu yola gəlir. Ələstüdən bəri deyən Sübhana baş indirir. Məhəmmədən nazir olan Qurana baş indirir. Özü bildir adimin bir vəhdəhullallah şərik. Əhli mümin görə bilməz günhana baş indirir. Ölməyincə bu sevdadan çətin dönəm sanam, həqiqətdən dərs almışam, şəriətdən söz qanam. Şah-ı Mərdan sayəsində elm içində ümmanam, dəryaların qaydası dümmana baş indirir. Yaşa. Gəl, çağıra aşkələs, gəl. Olma ehman amələ. Danışanda doğru danış, sözün çıxmasın qələt. Çox qazandın, az qazandın, 5 arşındı xələt. Var devlətə baş indirən, var devlətə bax. Əfsana baş indirir. Köhnə kişilər sağ olsun, rüş deyiblər. Bu təzə kişilər də deyib, birində deyib 4 saat olsun, 4 fəsl olsun. Birində deyib 4 olsun, düşmənlərimiz tərk olsun. Ata yurdu verən qalar, fərri oğlu olmasın. Gözəlliyə bax. Ata yurdu verən qalar, fərri oğlu olmasın. Ərobanın tazı olar. Fərri oğul, yaşa, əl çalaq, əvlatın müəllimin şərəfinə, gəlin, tərəfə içək elə bunu. Xahiş edirəm komadadan. Elə bu sözü mən ona görə dedim. Bəli, şərəfə içək. Ata yurdu verən qalar, fərri oğlu olmasa, obanın tazı olar, arvatçı oğlu olmasa. Varın, mülkün həddin aşsın, sel tək köşüb çağlasın, qədir də qiymətdir, heçdir, başdağıl olmasa. Kədər səndən peri düşər, üzür gülər şən olsan. Halalmayan zaya gedər, oğullarla tən olsan. Qotur kesin ikiz doğar, bəd nəzərsən gen olsan. Küpür qızın ərə gedər, qonşpaqlı olmasa. Yaşa. Ay maşallah. Hər ötət, yaz dür sözləri qoyma düşə itbata. Zər qədrini zərgər bilər. Ehtiyac yox isbata. Əsl şair, vaxt olaraq bir gün minər urvata. Amma yazdığından qazancımı şöhrətə qul olmasın. Allah bizi qeyrət qul eləsin, şöhrət qulu yox. Öpürəm, bağırma başlayıram, aşıq abil. Allah mənim ustadıma sənin dədənə rəhmət eləsin. Allah rəhmət eləsin, gələ. Hey gələndə yatır, bala yatma, qalx bir hava çal. Ona görə də getdim, maşın sürdüm. İndi çoxdandan Azərbaycandan böyük aşıq idim. Divanını dedik. Təzimizlə görək nə var eləyir. Alqışlayaq. Bir anda ona təsavvür elə kişi peyda olduğunu görürlər. Allah'ın möcüzəsi olur. Bilin ki, nə qədər sevirəm. Bir ataya bunlar artıq nə eləmək olar, mümkün deyil. Allah'ın izniyle ocağın ışığıdır. Varmı belalara mən tək oxuyan? Yaralı kölmə vurdum oxu yan. Açıb varaqlayan bilər oxuyan. Yazılıb sinəmdə dərd əsərim. Gəzmişəm Şirvanı, qazağı qaxı. Yaxşılıq yaxşıdır, gəl etmə qaxı. Qışın şaxtasında yeməyə qaxı. Gəldi meyvələrdən dərləsərim, qoqursun da. Yaşa! Həyat yollarında vardır düz dərə. Arif olan bari ondan düz dərə. Cabit qonağın da atma düzlərə. Razıyam yerimi dərdə sənin. Qapın ağzına sal məni buralardan alamam. 77-78'in bırakılışı belə olmalı. Benim ilk pedagoji Abelemaya derdisini aldığı emeği müqaddası varlığı alı gelen tutan ezel 77-78 Karol!
səsləsi. Peyğəmbərdən ey Xahiş edirəm qulaq asaq. ayara yazdım. Yadından nə deyir? Hadi gelen tutan Nə yazdın? Xahiş edirəm qulaq asaq. Ata ana müqəddəs varlıq. Əli qələm tutan əzəl ay aldı. Bu işini Peyğəmbər də buyurdu, Quranda, kitabda, ayə də yazdı. Gerçəkini yerirsən, sən yerirsən. Bir kitabı mən itirmişəm. Gedib hansı... Gel belan arif olan neydir o düşüb canım. Angar gittimler bayağa məni. O gətirib verdi mənə, mən dedim, mənim kitabım deyil, götürmürəm da. Aşık değer ayağa yetiş kadın ayağa girler xəstəsi canım. Gər gəldi qalx ayağa. Mən o elin buraxılışına eşq olsun. Ağam olanı. Aylələ qulunu salmaz nəzərdən. Salma nəzərindən ayağa məni. Sözün hikmətinə bax. Dünyada bu yazıdan bir dolmayacaq. Arif olan bir od düşüb canıma, əridib döndərib yağa məni. Aşık deyər ayağa, yetiş dada ay ağa. Ağa olan qulunu salmaz nəzərdən, salma nəzərindən ayağa. Kamil ofsu ovun görcə sinayə. Oxu dərsin əzəl başdan sinaya, olumla ölüm dünyasına qədər sinaya. Aşık deyər sinayə, tər damlaya sinayə. Xəstənin gözü düşmüş yetkin nar tər sinayə. Ömür azaldı bədə yetdi sin ayə. Bir gündə pükərlər ay ağa məni. Abelen ey misal var çünkü ey bəxtin yatdı yatağa. Ey yara açıqdın ey qoyun buzu yatağa. Ayağını yaşıqı deyər ey yatağa. Ey xəstə düşər ey yatağa. Belə qara gün yaşamaqdan sən özünü tük yatağa. Yaşa, yaşa. Ayaq elə ki ey hidirəm ey. Ey yatağa. Ayaq ey tökülür üstümdən ey qaralar mənim. Misal var ki yatağa, ya koyun kuzu yaraşıqdır yatağa. Aşıq deyər yatağa, xəstə düşər yatağa. Qara gün yaşamaqdansa elə tük gözümü yatağa. Geri belə mənim yarıma dərdin alim ey yaşıl geymişincidir. İncə beli gümüş kəmərincidir. Aşık deyər incidir, inci mərzan incidir. Yaman evlat, bəd qonşu, qohum, qardaş incidir. Elə xəstə düşdüm ey, bu dərd mənim incidir. Tut dəstimdən qaldır ayağa məni. İmam yaşıl geyinər. Burada sevgili yardan söhbət gedə bilməz. Mənim yarım yaşıl geymiş incidir. İncə beli gümüş kəmər incidir. Aşıq deyər incidir, inci mərcan incidir. Yaman evlat bəd qonşu, qohum qardaş incidir. Xəstə düşdüm bu dərd mən incidir. Tut dəstimdən qaldır ayağa məni. Ələskərəm, dada gəldi budur ya, deyir sağırır Şahı Mərdan əlini. Yetdi dadıma yetsin dadanıza. Ələskərəm dada gəldi budur yar, bayquların məskənidir bu diyar. Aşıq deyər, bu diyar, bu ətir deməkdir bir mənada. Aşıq deyər, bu diyar, gül bəsləyən bu diyar. Canımı sadaqa verirəm, qəbuldursa budur yar. Al xəncəri, bağırım başım budur yar, elsində salma ayağa məni. Dedi, tapşırmasını deyirsən şimdi cavabı de. Yenə çək verir. Yenə çək.
Derdim artıq dərd üstündən hər aylar çıxır məni hər həftələr, hər aylar. Aşıq deyər hər aylar, hər həftələr, hər aylar. Məhəmməd ümmət yelim, dilim əli haraylar. Aydınır da gecə gündüz haraylar. Sizdən də dərdimə çara alar mənim. Allah sizlərə tanrı. Bir şakay gereğini. Ben yapmam. Ben de diyelim bu ne şey diyelim. Güzel değil. Nasıl diyelim? Görək. Abalan ataların ey misalı var. Ataların ey misalı var. Deyirlər ki ey beşli dünya. Deyirlər ki ay beşli dünya, ay beşli dünya, ay beşli dünya. Ruhunu yaşadım 1900. Ruh yaşadın ay 1900. Yine dedin ay puştu dünya. Yine dedin ay puştu dünya, ay puştu dünya, ay puştu dünya. Hem kuştu hem hiç. Ataların misalı var. Deyirlər ki beşti dünya. Nuh yaşadı 1900, yine dedi kuştu dünya. Şadlan yeri biçen günü, kim qaytarıb keçen günü, adı bu faniden köçen günü, vallahi elə bir gün kuştu dünya. Buna lazım değil. Allah var ya. Gel ay bana gel ay. Gel gel senden haber alayım. Süleyman'la ney kalan dünya. Ney bana ney geldik, almay geldik, almay geldik. Ben de yok. Ulan sen de. Ayağın evvelinde ey gökte çattım. Ben meraklıyım. Ahırda ey kolam dünya. Aman 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 dedin anay dedin alayım. Gel gel senden haber alım Süleyman'dan kalan dünya. Evvelinde yüz geçesen ahırında solan dünya. De görüm kime alıpsan. Dersini kimden alıpsan. 80 milyon boşalıpsan. 90 milyon dolan dünya. Yaşa! Ne birinin yaptığı. Bir zaman hep para. Boynumun dalında öpüyüm var. Haberine yardım orada. Neler dediği attı bak. Bir yerde dursa. Ay boynumdan ya. Bakta beni olmadı mı? Bakta beni olmadı mı? Ay Lay la bağlamay lay la bağlamay lay. Yok bura ben de izledim. sana ki bir şey kalmadı. Sana ki bir şey kalmadı. Yar yaşımı geçti dünya. Yar yaşıma geçti dünyana geçti dünyana geçti dünya. Senden ki bir şey kalmadı malalım. Yar yaşıma geçti dünyana. Vay be, dosta beyni kar olmadı.
qalmadım. Vallahi sizden ki bir şey qalmadım. Yarı yaşım keçdi dünya. Allah sizlərə ömür versin, ustadlara rəhmət. Qeyd eləmək istəyərdim ki, Qartal dağı kişi elin müqarıdır. Bugün Qartal baxışlı, Şahin müqarılı insanlar sırasında mən istərdim ki, yenə bizim cənab polkovnikdən bir sağlıq alaq, bir gözəl fikir bildirsin bugünkü günümüzdə. Bugün məclisimizdə hər cür nazı nemət, gözəl yeməklər, xörəklər var. Yeyin için hər birinizə nuş olsun. Şakir qardaşımıza nə qədər çox təbriklər ünvanlasaq bir o qədər yaxşı olacaq. Bəli, məclisimizdə gözəl aşıqlarımız var. Bir-birindən gözəl mahnılarla bugünkü gecəmizi, günümüzü feyziyab eləyəcək. Buyursun, cənab polkovnik. Bir çətinlik çəkir. Ancaq aşıqlarımıza da qulaq astım, şairlərimizə də. Sadəcə o biraz uşaqlıq illəri yadıma düşdü. Bir yerdə, bir məclisdə hər kəs özünün yazınını, pozanını, şairini, aşığını danışırdı. Mən də oturdum, fikirləşdim. Bu təqribən 66-cı illərə gedir. Dedim, görəsən bizim eldən də şair çıxacaqmı? Bizim eldən də aşır çıxacaqmı, yazar çıxacaqmı? Şükür. O günü gördüm. Şəxsən mən bir arşitli kimi, bir Türk kimi bugün fəxr edirəm ki, elimizin belə bax, həqiqətən də tərifləmirəm. Mən tərif deyən insan deyiləm, həqiqətə deyərəm. Sağ olun şair. Var olun, Sağ olun aşıqlarımız. Yəni, bu şeydə mən biraz qısqanc yanaşırdım ki, digər elin obanın yazanı, pozanı, şairi, şiir deyəni var. Niyə mənim deyəm? Bugün fəxr edirəm ki, yazanımız da var, oxuyanımız da var, pozanımız da var. Qoy elmin, obamın səsi gür gəlsin, şən gəlsin. Naxçıvanın havasından gəlir. Bilirsiniz, demagog da onun özü də xalq yetişdirməlidir ayrıca. O dünyasını dəyişən müəllimlərimizin hamısına mən rəhmət duyuram. Ya qəbirləri nurla olsun, çəkdikləri əziyyət əbəs yerə getmədi. Bu dəqiqə bəli, Qərbi Azərbaycan icması arasında sözünü deyən Bircə dəqiqə mən xahiş edirəm, hər birinizdən mənim səsimi ora ötür xahiş edirəm. Qasımov İsa Abdullahoğlu yeganə bir, mən belə tapıram ki, Azərbaycanımızda, böyük Azərbaycanımızda yeganə bir ailədir ki, iki oğlu, qızı, gəlini, özü başda olmaqla hərbiçi ailəsidir. Eşq olsun, yaşasın. Eşq olsun. İstər birinci vətən müharibəsində, istərsə də ikinci vətən müharibəsində hamısının iştirakçılarıdırlar. Alqışlayaq İsa müəllimi, xahiş edirəm hər birinizdən. Gəlin İsa müəllimi alqışlayaq. Var olasın. Mən bir vətənin oğlu kimi borcumdur. Və yazarlarımızdan da və bugünkü məclisimizin ən dəyərli nöqtəsi mənim üçün nə oldu? O keçmişi yada saldı. Bugünkü sülh əməmanlılığı bizi vaxtı ilə tarixdə qoruyub və buna gətirməyinə əleyhissalam insanları yada saldı. Əmoğlu Şakir əmoğlu təşəkkür edirəm. Yenə də təkrarlayıram, nə zaman olsa dəstək verməyə hazırıq. Çünki biz müvəqqətiyik. Yazılan o yazılar əbədidir, tarixə qalacaq. Qoy o gələcəyimizə, açıqdan olanlara, olmayanlara vərəsə qalsın ki, belə bir insanlar yaşayır, belə bir toplum olur. Belə yaradıblar, belə vuruşublar, belə yazıblar. Yenə də bu ocağın da qoy həmişə süfrəsi açıq olsun. Süfrəsi bol olsun. Təşəkkür edirəm ayol. Birinci atanın, ananın, nənənin, babanın o verdiyi əmək, əziyyət sənə halal olsun ki, sən elimizin, obamızın adət-ənənəsini davam etdirirsən. Sadəcə Yusuf babaya da mən xüsusi bir borcum var. Mənim qollarıma elə sınıq qoydu ki, hərbidə komissiya gedəncə heç kim bilmədiyi qısılmış. O qəni-qəni də ona rəhmət edir. Yəni, elimiz, obamız
yazan, yaradan olur. Koy, var olsun Alçın. Teşekkür ediyorum. Çok sağ olun, var olun, var olun. Katan kozalgan edemey yaban, edemey yaban, edem yaban. Abi davay, gelsin. Günahkar felektilere o neydi bağlı. Düşüp ipeğine bel kazanmış, bel kazanmış, bel kazanmış. Necəfəm əlimə keçə cavanlıq, qatam qocalığa edəm yavanlıq, günahkar fələkdir, o da divanlıq, küpəyinə bel qocalmışam. Ah deyərsən, vay deyərsən bir zaman keçən keçdi, daha gəlməz bir belə. Hayf cavanlığım getdi əlimdən, buraxmaram yaxan keçsə belə. Aşıq Lətif, qoca dünya dolaşdırır bizləri birbaşa. Əvvəl sığal çəkir, tumarlayır, öyür bizi. Aya kişiləşib dizlərimiz bərkiməmiş, zopasınla, şarlağınla döyür bizi. Həyat dəniz, ömür qayıq, can avardı. Hər nə varsa canı tapdı, cana vardı. İnsan kuzu, amma vaxt kəmfürsət canavardı. Lokma tikə yedi bizi. Gəlişimiz işıq getdi bu dünyaya. Gedişimiz döndü yatağa, döndü baya. İnsanların biri dəmir, biri qaya, əyilməzdik. Qırılmazdıq, zaman özü əydi bizi, eşq olsun. Gözəlliyin bir buradadır ki, sözün gözəlliyi bax buradadır. Aqil kəslər bu dünyadan kam alır. Ülfət qılan ləzzət çəkər kamalı. Kamil usta cəm eyləsə kamalı, lazım deyil yüz ölçə bir dələ. Gözə yarı deyəcək bunun ölçüsü budur. Bimar əli insanətdə bir üzdür. Qəvvas kimi qəm bəhrində bir üzdür. Mən görmədim, bu dünyada bir üzdür, araqdar insanları bir dələ. Çəmən çəyəyir, çöl yadına nəyir, düşübdür ay balam, düşübdür ay balam, düşübdür. Agerek yurduna, Mehmet Belan, ay canan söyüttür. Bu il gərək gedəm dağda dincələm, çəmən çiçək çöl yadıma düşür. Qərbət yurdum Məhəmməd ölən söz, Novruz batan göl yadıma düşür. Ey vurulmuş, ayahyalın baş açıq, nə gəzirsən o dərədən belə çıx. Anam məni çağırdı qalası, şar, şirlər yenər yadıma düşür. Yeni gelsə o bəs. Ay suda yatak, gezem balın ay balam, ay canan yar anam. Ay lahideni, güzel göçeği, gelene aleyhi, gelene aleyhi, ay gelene. Şəhər bulaqdan araman. Ay şəhər ey, bulaq Ay şəhərə, bulaq üstən ay balam, ay canam, daramam rətirli. bir əsirli her yadıma of. Düşübdün ay lələm, düşübdün ay lələm, düşübdün. Ay Süzayət, gözəlliyə bax. Ay Süzayət, gez anmaz mı yar anam, 18 yaşında qal. Hayat müəllimə dedim. 4 nəfər qabit var burada. Onun 4'ü də bayaq danışanda hamısı utanacaq danışır.
Bəlkə əməlləri az olub deyə bilmərəm, amma bir onu bilirəm ki, susmaqlarınla gördükləri işin arasında çox böyük bir fərq var. İcazə versəniz, Şakir, buradasanmı? Bəli. Sən yaxşısan. Gəlsin, buradayım. Sən şəxsən icazə versən, bu 4 zabit sağlığına içədir ki, bir gün vaxt tapıb sizi ziyarət edəcəm. Əflatun mənim sağ ol ki, sən həyatındayız bu gün. Dura bilərik, yenə duraq ayaqda. Bəli. Və onların davamçılarının sağlığı. Bəli. Mən sana görə bayaq dedim, 4 nəfər Sağ ol. 4 ölçəncə. İnayət müəllimin sağlığı, İsa müəllimin sağlığı var olsunlar. Və onların davamçılarının sağlığı. Rahip hanım, Rahip benim kardeşim. Rahip buradadır. 4 nəfər var, 4'ü də qeydinə. Sağ ol. Zabitlər ayaq üstə Bunun mən hamıdan fərqli olaraq biz daha yaxşı bilərik. Çəsili yox. İcazəni siz verin. Dördündən biri oldu. Bəs sən haradasan? Düzü olarak var olasan Rahip bəy. Müəllimin kitab ərsiyə gətirib. O kitabın təqdimatı günü münasibəti ilə biz buradayıq. Mən hər birinizə can sağlığı arzu edirəm, var olasınız. Elimizin, obamızın belə dəyərli ziyalıları ilə biz fəxr edirik. Bugünkü günümüzdə, bugünkü gecəmizdə növbəti sağlıq Həsən qardaşımızın üzərinə düşür. Mən istərdim ki, Həsən qardaşım da bugünkü sağlıqlara qoşularaq bir daha Şakir müəllim üçün öz ürəyindən keçən o gözəl sözləri bir daha bizə xatırlatsın. Buyurun. Söz verdiyinizə görə o başda, yəni bizim böyüyümüz, məsələn, mənim həyat boyu fəxr elədiyim bir müəllimim var. Məcid müəllimdir. Yəni bütün müəllim kollektivlərdə bizim böyük hörmətimiz olur. Amma Məcid müəllim olan yerdə biz onun həmişə şagirdi olmuşuq, həmişə də çiynimizi çəkib demişik, Allah görəsən, bunun dərsindən nə dər canımızı qutaracaq. Ona görə də biraz insan həmişə həm dostlarınla, yaşlarınla... Mən gələndə atestatımı gizlətdim gəldim. Sağ olun. Sağlıq deyəndə biz açıq məsələn ürəyimizdəyik, amma müəllimlərimiz burada olanda, müəllimim burada olanda deyirsən ki, görəsən mən nə danışacağım ki, səhvlik eləmir. Bugünkü gün üçün oradan da böyük bir məclisdir. Elimizin, obamızın kitabının açılış günüdür. Rəhbərimiz də Şakir müəllimdir. Biz təbrik elədik, onu qeyd elədik, xeyir duamızı da verdik. Qoy daimi olsun, onun əlavə nə qədər fikirləri var. Onlar qoy Çin olsun, yaratsın. Biz də yığılaq onun ətrafında onu təbrik edək və uğurlar arzulayaq. Bugün İsa müəllim doğrudan da o kitaba əlavələr verdi. Hansı ki, ya da düşməyib. Amma çox gözəl, məntiqli, İkinci Dünya Müharibəsində iştirak edən, şəhid olan insanlarımızın, ağsaqqallarımızdan məlumatlar verdi. Şəxsən mənim özüm çox diqqətlə qulaq asdım. Elə bil ki, bir böyük bir yekun səhifənin biri buraxılıb. Ona görə də böyükçəliyin əksik olmasın istəmədim. Qoy Allah Teala onun dəxili yoxdur. Məcid müəllim mənim müəllimim olub, siz də bizim müəllimimiz. Çünki sən nə qədər zabitlər, nə qədər insanlar, nə qədər cavan bu torpağımız üçün yararlı insanlar bırakırsınız. Allah sizi var eləsin. Şakir, əski olma. Sağ ol qardaşım. Qoy bu kitab düşərli olsun. İkinci səhifələr çıxanda daha da məntiqli, daha da gözəl, bizim qeydə alındı, deyildi, İkinci Dünya Müharibəsi yarandı, keçdi. Bizə yuxu kimi gəldi, Əflatun müəllim də qeyd elədi onu. Amma bizim Azərbaycan torpağına gələndə biz dedik ki, daha müharibə də qutardı, biz gözəl də yaşayacağıq, hər bir şey də olacaq. 88-ci ildən sonra
Musayev birinci mesela benim tanıdığım bir zabit Rusya'dan geldi ve Karabağ zonasında dövüşe girdi. Refiyev İmdat, Allah rahmet eylesin. Yani onların çok bizim torpağımız için onların işleri oldu. Onların hamısını qeydə almaq lazımdır və 44 günlük müharibədə bizim elimizdən, obamızdan iştirak eləyənlərimiz oldu. Amma arxa cəbhədə hamımız iştirak eləyirdik. Gecəmiz, gündüzümüz olmadı. Bugünü gözlədik, sabahı gözlədik. Ne olacaq, ne eləyəcək? Allah qoy var eləsin Azərbaycan torpağını, onun rəhbərlərini, ələxüsus bizim komandanı, prezidentimizi. Yani bu müharibəni biz qələbə çaldıq və uğurla bu bayramı keçirdik. Qoy, sənin o ikinci səhifə kitabın çıxanda Azərbaycan üçün iştirak eləyən bu Qarabağ müharibəsini işıqlandırmağın daha da yüksəkdir. Orada bizim oğlanlar iştirak elədi, şəhidlərimiz oldu, itkin düşərimiz oldu. Murov dağı elə bir dağdır ki, biz qara qurt düşürləyirdik. Onu çox adam bilmir. Amma görənlər var ki, dağa qurt düşür. O Murov dağı qurtsuz dağ deyil. Amma orada bizim şəhidlərimiz var. Qoy Allah onlara rəhmət eləsin. Cənnətlik olsunlar. Qalanlar o qazilərimizə Allah can sağlığı versin. Amin Allah. Qoy müalicə olunsunlar, həyatda yaşaya bilsinlər. Allah qoy o torpağımızı var eləsin. Elimizi, günümüzü var eləsin. Məcid müəllim, Məcid müəllim, ötürəm səni. Allah sənin böyükəliyini bizim üstümüzdən əksik eləməsin. Və sənin kollektivində o dünyasını dəyişən məqamlara da Allah sənə qədər rəhmət eləsin. Sağ ol mənim, sağ ol, var ol. Var ol. Sağ ol. Bu gözəl zabitlərimizin hesabına o torpaqların qələbəsi burada əyləşən bu gözəl insanların hesabına. Bu kişiyə görə fəxr edib və zabit, nəsil zabit. Və bir də Artur Kəndi Həsən müəllim ona görə xoşbəxtdir ki, Fərhad Ünbətov kimi milli qəhrəmanı var. Öpürəm. Var olasın. Deyir ben hamdetine kadar ödeyeceğim. Darıyarım. Neyse derim ki. Baş yozdurmuş satın. Allah baş 500 dolar. Sinir ama. Babamızın kamera çeken. Yaşa seni yaşa. Var ol, var ol. Hem kaynatamın bir yaxşı sözü var. Hamısı hiç. Esası budur. Her zamanda yeri var, sözü var. Bizim istəyir onun da fikirdir. Sağ ol, qardaşım. Mən düşünürəm ki, bizim alimlərimiz, ziyanlarımız çox kitab yazır. Amma bu Şakir müəllimin yazdığı kitab qədər atasına rəhmət oxutduran oldu. Həqiqətən. Elə bir mövzuya toxunub ki, Şakir müəllimin yazdığı mövzuya aid o kitab. Demək olar ki, 80 ildir bəlkə də yada düşməyən, rəhmətə gedən ölülərimizə rəhmət oxuyur. Şakir, sən sağlığın olsun. Sənin gözünün nurunun qarasına. Sən indiyə qədər yaşamıyorsan, indən belə yaşayırsan. Sen indən belə yaşayırsan, indiyə qədər yaşamıyorsan. Yalanla yaşayırsan. Sənin zəhmətin indən belə bilinir. Bax, indi bilinir ki, həqiqətən bu həyatda sən yaşayırsan, var olasan və bundan sonra davam edəcəksən. Əvvətim müəllim, sağ ol. Sənin o canının sağlığı olsun. Allah vatana rəhmət eləsin ki, qanı yeni davam elətdirirsən. Qapın həmişə açıq. Şükrəniniz bol olsun. Sağ olun. Sağ olun. Bir də var eləsin ki, sizin ətrafdan əksik olmayaq. Sağ olun. O qədər az öz dedin kənarda. Yok.
Ona göre değil ki atasız, anasız bu kuş dünyada şahın oldu, şahın durur. İblis şeytan O işini bilir ne yazacak. Sonra Bravo. Ay bacı ol. Tapına araksın. Adamın yersi sağ olun. Allah rahmet eylesin. Sağ olun. Sağ olun. Sənin həmşərdədir ki, sənin adamın. Sənin evdə deyildim anam, nəsim gəldi. Aşım gəldi. Nənəm olmalı, gözəl görünür. Səni tək Həmsə gözəl deyil. Aşık ki tarihinden haberli olsun aşık olmaz. Aşık birinci iç tarihi, sonra dış tarihi, sonra gözünü temizlemek Türk dünyasında. Onu da qeyd edirik. Öpürəm sən qadınlarıma. Gördün kardeş oğlu. Durup ve geldi. Ay sağ ol. Bak bu şey ayrı şey oldu. Evladım. Sağ ol. Orada var oldu. Ocaqda nəvələrin gözəl günlərini keçirək. Sənin güzəlliyini qeyd edəyək. Ürəyində nəsə arzun var. Sen ihtiyarım ol. Evladım, qadınlarım. Hamısı Çin olsun. Çünki sən Baroğlu'na dayaq oldun. Onun kitabının açılışı bu evdə oldu. Bu böyük bir. Ay kulak al. Böyük bir. Böyük bir daşlandır. Daşlan. Çünki bu rafta həmişə gözəl günlər olacaq. Yiyəcək, içəcək. Bir ad günü keçirərik, yubiley keçirərik, toy keçirərik. Bu aşıların Allah canını sağ eləsin, həmişə gəlsin, burada olsunlar. Bizi feyyab eləsinlər. Feyyab elədilər, var olsunlar, valla. Var olsun, öpürəm hamısını. Bu urağa belə gözəl günlər, gözəl günlər. Gözəl günlər. Sağ ol, Eşan. Gözəl də şehirdir. Bir dənə qəşəng, indi bu özüm məni dəvət elədin. Burada bir o... Bunu həmişə demişəm, bu dağlar sabahdan dağlı deyil, körpəliyim, kövrəhliyim qalıbdır. Yaşıl donlu yallarında dağların, at sürmüşəm, yoruldum da, yatım da, at işləməz yollarında dağların. Qayası tək, əyilməz biləyim, gülləri tək, yasır arzu diləyim. Bələnəndə zığır olub bələyim, uyumuşam bollarında dağların. Can qardaş, o ətimdir, o rəngimdir, o xınam. Hər daşına qəlbim kimi yaxınam. Ömür boyu xana tutulam. Bilmək olan xanlarında dağların. Dağlara qurban ol. Dağ həyatdır. Dağ qurbanlıdır. Əmoğlu yazır ki, yay olanda yaylaqlara mən də ellə keçəm dağlar. Sərin bulaq şəfalı yer, yüz yerini seçəm dağlar. En dərəyə ye sapaqdan, çiyələkdən, burqulaqdan, qaynan gördü burqulaqdan. Ne istəyəcəksən dağlar? Can qardaş. Axşamüstü xoşdur hərdən, ilham alan bir şəhərdən, dərələrdən, düzənlərdən keçəm dağlar. Aşır, simləri təzələr, güz bir şeirə, qəzələ, könül sevən bir gözələ, ürəyim asar. Çox sağ ol. Aydındır da hesabın çək, yazsan yoliyədə. Aya mənzur uzaq ömür görək, ömürdən də heçəm dağlar. Dağlar da, həmən biz nereye köşək. Abil yadımdadırmı? Rəhmət deyil o vəzmə. Dağ tərəvətdə, dağ gönü öpürəm. Sazı götürə bilmərdi. O gün elə gün idi ki, tarixə yazdı.
Orada öz kitabını mənə orada Şükrat öz adından qeyd elədi, verdi. Allah ona qəni rəhmət eləsin. Bir də çətin tapan yaşayan sizi. Dərb içində ötən illər Adını bilənin doğmanın yoxsa siz də küsmüsünüz yar kimi. Aralıdan ötən illər haqsızlıq yapışıb qalıb yaranda, yağların əlindədir çaranda. Azadlıqla sona bitməranda, tikan kimi bitən illər aillər. Yazıq Suzayəti saldınız oda, necə Qasım gedim sığınım yada, Nazim Hikmət kimi mən yazığa da məhbəs olub vətən illər, ailə. Sağ ol, var ol. Səmimi qəlblə deyirəm, çox sağ olun. Hər ikinizə təşəkkürlər. Elm sözünü deyirsiniz elə, var olasınız. Şükrat sağ ol. Çox sağ ol. Bu gözəl sözlər, vallahi hər şeyə bərabər yox, hamısından üstün oldu bu. Sağ olasınız, bir daha təşəkkür. Həmişə başı uzaq olsun, qardaşlar. Belə gözəl ziyalılar, gözəl insanlar sizin ətrafınızda. Bunun hamısı fəxrimizdir, bəli. Var olsunlar. Sigaret Ərbatın müəllimin olacağını, Bərbatın müəllimin olacağını, bütün gözəl bir rəsim sözünü hardan? məmnun olacağıdır. Bugün bir gözəl gün Şakir qardaşımız müəllif lütfen səndə qoxudan. Şakir müəllimə birinci can sağlığı. İkinci, ona yaradıcılığında belə uğurlar arzu verirəm. Şakir, ümumiyyətlə, Arşudun yaradıcı olmalarından biri, qabiliyyətli. Həm yaxşı mimardır, həm yaxşı yazıcıdır, tarixçidir. Bu tarixdir. Yəni, Arşudun xalqının 41-45-ci illərdə müharibəyə gedib iştirakını tərənnüm edir bu kitab. Hamının keçmişini, babasının, nənəsini hatırladır ki, bəli, müharibə iştirak edir. Müharibə nə deməkdir? Müəllim məndən yaxşı bilir müəllimlər. Müharibə ölüm deməkdir. Müharibə çətin bir yol deməkdir. Müharibə uçurum deməkdir. Müharibə tələttüm, zəlzələ deməkdir. Gedib gəlməmək də deməkdir. Bəli, gedib gəlməmək deməkdir. Yəqin ki, onu görənlər bilir, iştirak edenlər bilir. İstəyir 41-45 olsun, bilir dünya müharibəsi olsun, istəyir 1-ci Qarabağ müharibəsi olsun, istəyir 44 günlük müharibə olsun, anti-terror əməliyyatı olsun. Kim istəsə bilər. Ölüm deməkdir, gedib qalıb. Və bu badət eyni zamanda da fikirlər bütün Arşudun ziyanlarını sağlıyor. Bak, müəllim ziyanlıdır. Burada hamısı bak ziyanlı olanlar. Bak, Ağsaqqalımız Məcid müəllimi olmaqla, Şükrət əmi olmaqla, hamımıza can sağlığı vardır. Yaşa doktor, yaşa. Arzu edirəm ki, ay Şakir müəllim, diqqətlə dinlə. İkinci Dünya Müharibəsinin işçiləri, yəni 41-45-i yazırsansa, ikinci etap yaz Arşud gənclərinin 44 gün müharibədə anti-terror əməliyyatında 1-ci Qarabağ müharibəsi. O da var. Məktəbimizin müəllimləri var, hazırlamışam. Arzu edirəm ki, hamımızın evimizdə, ailəmizdə xoşbəxtlik, can sağlığı arzu. Sən də müəllim. Kömək eləyim, hər kəs olur. Bu geçsin. İngiliz takavı. Kimlə vurum? Kimlə? Hamı tanıyırsan tanı. Bilmirəm mənim kim necə deyil, kim ürəklərlə gedir. Bir yerdə də dönemdən keçən siz ziyalıları görürük, yüreğimiz dağılır. Arşudun ile ziyalıları burada. Allah sağ ol. Sözünüz Allah senden sağ ol desin. Allah sen var eylesin. Allah seni her şekilde güzel günlerde, yaşlı işlerinde, adımız sıxılı düşünceler. ancak yaxşı Elə o sıxılı düşüncelerin izi ilə getdim. tarifler yaradasan. Yox, onu ait Sen de qrup öz yaradan sağlığı sonra. sen sağlığını qeyd edin. Həqiqi mənada Mən artıq beynim işləyir o. İmkan versələr yaxşı Biz kimdir? Kişinin
müəllimliyi olub. Müəllimlərimizin hamısını hörmətlə anıram. Dünyasını dəyişənlərə Allah'tan rəhmət edirəm. Müəllimin əməyi ananındır, müəllimindir. Bu ikisini dəqiq bilirəm, əməyi ödənməz. Ata deyir, xəzinə qapısıdır, açmasını bilənə. Ana cənnət qapısıdır, bax, girməsini bilənə. Bəli. Qardaş bacı könül aynasıdır, baxmasını bilənə. Evlad, zürriyyət, dəniz suyu kimidir, nə içilir, nə davası içilir. Ona görə ata-ananın xüsusi tərənnüm olunacaq qədər yüksəkdə yeri var. Onların yanında müəllimləri, burada Məcid müəllim təmsil edir. Makedoniyalı İskəndərdən üzü bəri Sultan Süleymana qədər, Qanuni Sultan Süleymana. Deyir, önümdə təbiblər geçsin, yanımda zədəganlar geçsin, arxamda doğmalar geçsin, bilginlər geçsin, alimlər geçsin, hər şeyi sadalayır. Sonra da deyir, əlimdə deyir, tabutdan açıq geçsin, görsünlər ki, İskəndər, bu böyük İskəndər, bu böyük Sultan Qanuni Süleyman dünyadan heç nə aparmadı. Bir də bir maraqlı bir məsələ var. Bir məsələ var. Hər kəsə deyilir, xüsusi olaraq kişilərə aiddir bu. Ay Həsən, deyir ki, papanı qabağına qoy düşün. Bu sözün hikmətini elə yaxınlarda daha çox anlamaya başlamışam. Bu papaq deyilən bir şey, sən demə başında əmamə gəzdirirsən. Bu əmamə sənin kəpənindir. Aç bax, cibi də yoxdur. Kəpənin cibi yoxdur. Bu əmamə də onu qoy qabanı. Papaq deyilən bir şey yoxdur. Əmamə o da sənin kəpənindir, o qədər. Buradan da keçərək irəli hər bir Arif od arxasında qoya bir əsər, əsəri olmayanın yerində yerlər əsər. İndi deyildiyi kimi inanıram qələmin itirdi, daha da gözəl, belə də ziyalı qardaşlar nərəsi bir təklif versə, sənin kitabın ikinci hissəsi də hazırdır. Ona görə, valla, ona görə hər zaman odklik lazım, geri dönüm lazımdır. İnsanlardan dinləmək, fikirlərini öyrənmək, onu da nəzərə almaq. O ki, kim ki tələsir, ona da bir qələmdir ki, dalını da sən yaz. Bu qədərini mən yazdım, oradan anı da sən yazarsın. Arada da bir məsləhət ver, deyək ki, bu zaman o zamana döydü. Bəli, Məcid müəllim daha yaxşı bilir. Daha yaxşı bilir. Əlbəttə ki, bugün burada mən deyərdim ki, hər kəs sevinçlidir. İki qaz sevinçli Məcid müəllim. Məcid müəllim həm müəllim kimi, həm insan kimi. Bugün belə götürəndə buradakilərin əksəriyyətin üstündə əmək var. O fizika müəllimi, o bizi bu dəqiqən öz dünyası ilə, öz məsləyi ilə görür. Proseslərin, hər şey maddənin aqreqat halında, onu öz sözünlə izah edəcək. Bizə də o bilgiyi verib, bizi ayaq üstə day durmamıza, yeriməyimizə indi də qoalanır. Biz də görür ki, qaçırıq, yürüyüşümüz var, planımız. Onun orada əməyi olduğu üçün seviniyoruz. Nə gözəl bir dəfə Mövlana dərs keçirmiş, Şəms Təbriz gəlir deyir. Görsən hocam, ağzına sağlıq, nə gözəl ifadə edirsən, nə gözəl deyirsən, sən dediyini deyir, yaşamısan mı? Hayır deyir hocam, deyirsən o zaman dediyini bilənməzsən. Bilmək üçün bir şey, onu yaşamaq lazımdır. Onun nə çəkdiyini çəkmək lazımdır. Onun üçün nəzəri biləyə də çox şükür, anlayışa da çox şükür. Bu həyatın mənası anlayışdır. Anlayış varsa yaşam var. Ya onun üstündə qalanı saygıdır, sevgidir. Dünyanın ömrü deyil, saygı sevgi qədərdir. Nə qədər yaşasan, elə sevginin, saygının olduğu qədərdir. Yəni bu ikisi varsa yaşayacaq, həyatla yaşayacaqsa, elə o sazının dadında, hikmətində yenə sevgini qoydu, məhəbbəti qoydu belə. O boyda enişdi, atomdan, elektronu protondan ayırdı, o gücü aldı və dünyanın dağılmasını, o ki sevgini ayırdı bir-birinə. Proton elektronu o qədər bağlıdır ki,
sevgiyle. Bu sevgiyi kırdı o. Atom bombası yarandı. O sevgiyi kırmak olmadı. O kızına mektupta da onu da belə. Odur ki, Sonra yavaş yavaş çay. aldatmak da Mehmet arasında. Aldatmak da aldatmak değil mi? Ben yok. Zəhər satma, Senin zəhər qabları almaq deyil. yok. Yaxşı bu qoyun, basın qabları elə bildi, yıxılıb get, yıxıb get. Yaşa, Həyat yaşa. bir ibrət, həyat bir dərsdir, itirən ududur, götürən udur. Geriyə qalan qoca bir səsdir, gerisi qəfəsdir, sonrası yoxdur. İnanmaq olmur ki, ölüm haqq olar. Torpaq rəssam udan bəstəkar edir. Ana dəfn olur, gözəl qocana, bəlkə bir əsərdir, səhnədir bu da. Rəhmət ölənlərə var olun, hər şey bu dünyada fanidir, əvvəl heç nə yoxdur. Dünən fərman verən bugün can verir. Sağ olun. Ona görə anınızı qiymətləndirin, sayğı sevgi üstündə, hörmətlə, anlayışla da tədbirinizi davam etdirin. Tədbir davam edir. Mən bir dənə əlavə eləmək istəyirəm. Qardaş, bu fəlsəfi cümlələri bizim Pəmbək zonasının fəlsəfə doktorunu mən eşitməmişəm. Mən belə başa düşürəm ki, siz fəlsəfə üzrə doktor navuqsuz artıq. Bu qədər fərqi deyil. Fəlsəfə sözü bütün elmlərin bilik mənbəyidir. Fəlsəfə o deməkdir. Filosofiya hamısı oradadır. Elmlərin hamısını cəmləşməlidir. Verirsinizə də mən xalq fəlsəfə doktoru oldum. Bəli. Var olasınız. Bakın əvəzinə Təşəkkür. Bu qədər sözlər, valla nə qədər yazarlar var, nə qədər sözlər var, nə qədər söhbətlər var. Bunun hamısı axarı var. Elə bil ki, gəlir ardınca, bir-birinin ardınca. Bu, hər adamdan bu qədər gələ bilməz. Allah'ın verdiyidir. Bu istedada eşq olsun deyir. Biz sizi fəlsəfə, elmlər doktoru görmək istərdik. Var olasınız. İnşallah. Ocağınız da şer olsun. Həmişə yeyib içmək olsun. Sağ olun. Şakirə dair Zəlimxan Yaqubun Şakir. Bizim o səcələrin də üstünə onu uyğun gördüm, yazdım. O kitabına layiq bir ifadə deyil. Mən bir çiçək yetirirəm, könüllər. Buyurun, baxın. Rənginə heyran olub, ətrini qoxuyarlar. Əlvan duyğularını xalı tək oxuyarlar. Belədir bizdə qaydan dərin kitablar qalıb babalardan bizlərə. Yazıblar, oxuyuruq, yazırıq, oxuyarıq. Ocağım qorum torpaq, qüvvətim zorum torpaq. Səndə bir iz qoymasam, çatlasın corum torpaq. Ged. Nəfəsi gül qorxuyar. Bülbül mü yoxsa da ki, insan belə qaynar oxuyar. Nə gözəl nəğməli, nə gözəl mahnıdır. Ay, oxumaq istəyir. Vaxtımız azdır. Bu incə döndərmələr, zərif hallar kimindir? Bu müqəddəs arzular, xoş xəyallar kimindir? Könüllərə od vuran kimin çaldığı sazla? Aya dinləmək istəyirik, ay vaxtımız. Güllərin insafı yox, çiçəklərin Allahı. Ayrılıq vaxtı gəlsə bizə çəkdirər ahı. Aya bu nə sehirli bahar, bu nə ətirli yazdır. Aya qoxulamaq istəyirik, ay vaxtımız. Yaşa. Gözəlliyi gözümüzdən qoymuruq. Aya 100 il yaşasaq belə yorulmuruq, doymuruq. Aya həyat da heç soruşmur, kimin işi taralır. Yaşamaq istəyirik, ay vaxtımız altına. Aya bazarı yeğisin, ay Yaşa qardaş, yaşa. Mən belə dünyanın bir gözü şıxdır, bir gözü buzdur. Məkirli qadındır, gülcöhrə qızdır. Əri ölçüsündə öl əzi belə. Bundan inciyənin bax beləsi belə. Mən belə dünyanın nəyindən küsürüm. Alqışlar. Yoxu yeməlisən, şəkildə. Mütləq. Biraz rica var. Sən yeməyin çox.
Sodanı gözə kəsmə. Ay bala bala gələk. Sana polkovnikin şərəfləri sana gələk. Şirət həmdən. Abala yüzdən yarım çiğ. Ben üzümü eləsin. Kan deməklə Qanan döyül, qanan döyül, qanan döyül, qanan döyül. Hörmətli polkovnikəm. Ay əvəskəydən dön deməklə dönəm deyil, dönəm deyil, ay dönəm deyil, oy dönəm deyil, yil dönəm deyil, yil dönəm deyil. Görürsən? 100 də ala yarım çığa. Odur bir almada sarmıç gəl. Alim dərdi qalem qulaq as. 100 də ala yarım çığa qan deməklə qanan deyil. Adət gərək pis əməldən dön deməklə dönəldir. Bəh gülərsə üzə qağa, ürək coşar dönər dağa. Haqq yandıran bir çırağa sön deməklə sönəm deyil. Ay yaxşı tayın Eyni şeydir. Zarafları da var. Deyirəm. Axtar mı? Rəssam işidir. Şöhrət şan, şöhrət şan, ay şöhrət şan, şöhrət şayın. Hər ikisi halaldır. Buyur. Ay kişi oğlan ay balam, ay balam, vicdanın. Hər biri əxlaqın və əsərdir. Dan deməklə danan deyil, danan deyil, ay danan deyil, oy danan deyil, yer danan deyil. Her bak. Nurəddini yaxşı tanı, o axtarma şöhrət şanı, kişi olan vicdandan deyil. Herkes öz qabına qoysun, bilmiyorum. Adət gərək bizə Burada məndən. çok şah yok. Nəzərəm ki, nəzərəm ki, Nurcan. Ha, boyda kişiler Yaşa Azərbaycan, yaşa! Sağ ol dostum, sağ ol. Sağlam olasın. Kızıl harfle yazmışsın harfimizi. Yaşa olsun be. Arada pişiyle oğlum ki. Oğlum müəllimlərin döşündə nişan var. Ona Sağ
Ne getirirsen? Ne? Benim köyüm. Güzel güzel gel. Ben kardeş. Sağ helal. Maşallah. Oy maşallah. Azam ben geliyorum azam. Sen dersin. Sayın. Sen sayın. Hadi gel bari. Aa. Ye. Kapın değil yazasına. Bir tane yine hava koyacağım ya. Çok güzel. Çok fena. Sağ ol. Koş. Helal dolar helal. Helal dünyanın şey var. Kim gördü görmedi. Acıt var. Ay geldi geldi. Abi. Ayağımı. Ha gelin beni. Koyuyorsunuz kaldırın. Gelin beni. Kırıyorsun buna. Bu benim kırıyorsun kardeş. Gelin kardeş. Meydan. Oyna. Gör göre de sizin yaşasın. Öyle bayım oğlu var. Patriot. Slash patriot. Geçeni de oyna. Geçeni yap. Yaşa yaşa. Yani kardeşim. Helal. Hem sesleri var. Eserin de ama. Önüne sağ ol. Haklısın. Ha dikkatli. Adamın buraya parlarını Bay bay bay. Açılma sava açılma. Kampanyam böyle olur. Hangi ben olayım? Al al. Sağ ol, sağ ol, sağ ol. Eşk olsun ahlatım ben. Eyvallah, yaksana. Yaksana, hadi. Oy, 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 oy. Bay 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 bay. Açılma sava açılma. Gözeli budur. Sağ ol, sağ ol. Şey alasın. Hey! Bir onu bu gözlerine. Bir onu bu kişi gözlerine. Bay bay bay. Kes. Yaşa sen yaşa. Allah
Ay maşallah. Yaşa yaşa. Şəklini çəkdirəndən də, video çəkilməkdən də qorxuram, sıra xəstələnirəm. Bəzi adamlar bilir, mən nə sağlıqlar demişsiniz. Gel oranda devlet Şakir maçını yok. Qardaşımdır, söhbəti yox. Əziyyət çəkənlərə Allahdan sağlığı versin. Onu qiymətləndirənlərə Allah uzun ömür versin. Çox əziyyət çəkdi. 3 ildən çoxdur, bəlkə də bunun üstündə əziyyət çəkdi. Bölümdə bir stəkan tutarında. Allah hər kəsin ürəyincə arzusuna çatırsın. O da bir arzuydu ki, Şakir öz arzusuna çatdı. Mən bir ona deyəcək sözüm var idi ki, bir aydan sonra 65 yaşa bir ay neçə gündən. Orada ayrı kitap. Dedim ki, o az günündə 65 yaşında. Sonra bunlar məsləhətə duayı şeydi, bayırı şeydi. İndi burada ya ürək istədiklərini hamısını dəvət elədi. Bəzi adamlar var idi, orada Rus dilini əlaqası bilən, elmlə namda doktorlar var idi. Bəzi şeylər, söhbətləri də deməzliklərində şahidi. Azca bir sözün 7 mənada Rus dilində də olsa, Azərbaycan dilində də olsa tərcüməsi var idi. Bizim elmlər namda doktor naqlar var idi orada. Bir-iki dənə də operator var idi. Hələ bir şey lağa qoydular bu söhbətin üstündə. Bəzi şeyləri açıqlamaq istəmirəm, özləri bilər, öz qabına özləri də payını yesinlər. Yəni, bugünkü gündə Şakir öz arzusuna çatdı, dedi ki, qardaş, bu belə olmalıdır. Yəni, məsləhət verdilər, burada keçirsin, harada keçirmənin dəxli yoxdur. Ürək istədi, adamların təklifləri bura gəldi. Allah can sağlığı, uzun ömür versin. Və Həsən qardaş da digərlər də dedi, gün o gün olsun ki, o 44 illik müharibənin Vətən müharibəsi, o da vətən müharibəsi. Sağ olun, əsl vətən müharibəsi odur. Şakirlə söhbətlərim ki, onu qutarmaq lazımdır, onu işləmək lazımdır. Bizim kənddə bəziləri var, məsələn deyim, hər kəs bilib bacarmasa da bir-birinə nəsə atmaq, bu belə deyil, elə deyil. Əgər gücün çatan köməkliyi elə, bildiyini gətirməli, o da üstünə gəlsin, həll eləsin. İndi hərbidir, məsələn, mən asırım deyir, bir də görsən ki, müəllimi deyirlər ki, arxivi var, jurnalistlə görüşür, nəhərə qoyub, nə bilim, orada zəhərə qoyub, nə qoyub, tarixin 2 dənə şəklini qoyub orada, yəni kəndin adı itməsin, o itməsin. Hərə bir cür əmmə qoyur ki, bu nədir, bu nədir? Oxuduğu bir məktəb yoxdur, oxuduğu bir institut yoxdur, yəni oxuduğu təhsil aldığı bir şey yoxdur. Haradasa o lətvəsi, o məsələni də çəkmirəm, elə bir dünya görüşü hamıdan artıqdır. Elə deyil, bilirsən, oxumaq da var, çox gəzib, çox bilmək də var. Biri var məclis, mən açığını deyim, burada bir gün bizim Hüseyin dayında oldu, bizim sinif yoldaşımız Kamanda deputatlığa namizəd vermişdi. Mən də deyirəm ki, Allah həmişə bunu arzusuna, diləyinə çatsın. Nəinki Şakiri, elə burada oturanların hamısını, bizim el oğlanların da hamısını rəhbət hamısı orduda da çıxış edib, 44-də də çıxış edib, Böyük Vətən müharibəsində iştirak edənlər də var. Bugünkü gündə dediniz ki, rəhmət oxutdum hamısına, hamısı əziyyət çəkib gəlib gediblər həyatdan. Son cəhbə, arxa cəhbə olan da var, Həsən dedi. O, müharibəyə gedənlərin arxasında qol cəhbədə əziyyət çəkən analar, bacılar var. Onların da medalı, onların da çox əziyyət olur. Hamısı deyir ki, filan kəs bu işi eləmədin, məsələn, bu işi aşırmadı. Sən işin məqsədini bilmirsən, bundan asıl olmayan bir iş, bu elə bilmirsən, sənin ayağın altı ölməlidir bu. Biri deyir, filan yerdə bu olmadı. Alimizə də sevinir, böyüyümüzə də, həkimimizə də, polisimizə də, hamısına sevinək ki, mənim el olundur, yeri gələndə ağzı dolu danışaq. Bir-birimizin danışmağın qeybətini, bəhtini çətin.
Öpürəm. Sağ ol Ayazan. Ben sağ olun. Bu fələklə Azat müəllim nerede atasan? 5-5 verəm zərin ola. Ortalığa vaxt qoyasan aparmağa sərin ola. Söz tapasan demək üçün. Dost tutasan kömək üçün. Bu dünyanı yemək üçün. Şakir müəllim, bax belə cağlım ola, hüşün ola. Görüm səni ağ deyəsən, yaman gözə gəlməyəsən. 3 deyənə 5 verəsən, arxamda da bax, beləcə gözəl qardaşların, dostların. Kardeşim keş koşa verse de Ay tamam. yek koşa verse. o Yek olsa, koşa o verse. olsa. Bıraktırı versin. Ben onu hazırlıyorum. Azad müəllim, çox yaxşı yerlərə toxundun. Çox sağ ol, elə bizi oyatdın. Bir şair burada yazır ki, kimi dindirirsən min kileydir. Əllər ətəklərdən üzülür qardaş. Kişinin mənliyi, kişilik adı ehtiyac əli ilə əzilir qardaş. Qalmayıb zərrəcə nəhad, ədalət, pozulub dünyada nizam, ətalət, insanlıq məhv olub artıb həqarət, üzlü gəldə şiraq gəzilir qardaş. Gürustan yurdunu bürüyüb alaq, üzüntü, sıxıntı, dərd qalaq, hamı bir-birinə gəlir vadalaq, etibar an var, azalır qardaş. Adam xeyir şərdən kənarda qalır, ünsiyyət kəsilir, söhbət qısalır, pulsuzluq üzündən get-gəl azalır, qohumla, qardaşla üsülür qardaş. Fələk at oynadır öz fətveli ilə, ocaqları sönmüşlər, oynayırlar külüylə, mərdin yollarında namərd əli ilə, nə qədər quyular qazılır qardaş. Allah canınıza sağlıq versin, düz deyilsən, gərək bir-birimizə dayaq olaq, bir-birimizin ayağını şəyməyək, təkan verək. Biz ağsaqqalar örnək olmalıyıq, biz gərək elə davranaq ki, bizə də baxsınlar, onlar bizim arxamızca gəlsinlər. Biz ki, hardasa da bir səhvlik eləsək, bunu heç Allah da bağışlamaz. Allah üstümüzdə olsun, Allah sizə Məhəli, uğurlar kulak at versin. kardeşim. Deyip ki, dünən tapda götürüb